İmişli Şəkər Zavodunda yerli xammal bazasının genişləndirilməsi istiqamətində görülən işlər barədə növbəti süjeti təqdim edirik. İmişli Şəkər Zavodu yerli xammal bazasının genişləndirilməsi hesabına istehsal gücünü artırmaq istiqamətində strateji fəaliyyətini davam etdirir. Müəssisədə qarşıya qoyulan hədəfə əsasən 2030-cu ilədək şəkər çuğundurunun emal həcminin 800 min tona çatdırılması planlaşdırılır. Zavodumuz bu il 370 min ton çuğundur qəbul edəcək. Amma növbəti illərdə bu miqdar artaraq 2030-cu ilə qədər çuğundur qəbulunu 800 min tona yüksəltməyi planlayırıq və bu çox böyük bir rəqəmdir. Bu da Azərbaycanın şəkər olan ehtiyacının böyük bir hissəsidir ki, daxili xam mal hesabına bu həyata keçiriləcək. Bu il şəkər çuğunduru istehsalı ilə məşğul olan fermerlər əldə olunan məhsuldarlıqdan razı qaldıqlarını bildirirlər. Onlar Azərsun Holdinglə əməkdaşlıq çərçivəsində gələcək illərdə şəkər çuğunduru əkin sahələrini genişləndirməyi və istehsal həcmini daha da artırmağı hədəflədiklərini vurğulayıblar. Azərsunla 2009-cu ildə müqavilə bağlayırıq, çuğundur əkirik. Heç bir narahatçılığımız olmayıb. Həmişə texniki cəhətdən, toxumdur, köbürədir, hamısına köməklik ediblər. Qeyd edək ki, Azərsun Holdingin baş icraçı direktoru Savaş Uzan bir müddət əvvəl mediaya verdiyi açıqlamada bildirib ki, holdingin 5 illik inkişaf strategiyasına uyğun olaraq yerli şəkər çuğunduru istehsalının artırılması nəzərdə tutulur. Uzun müddətli strateji plan çərçivəsində ölkənin daxili şəkər tələbatının böyük hissəsinin yerli xammal hesabına ödənilməsi əsas hədəflərdən biridir.